Belə gözəl bir bağ sizə də qismət olar inşallah dəyərli izləyicilərim. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Mərdəkandayam dostlar. Mərdəkanda Qoşaqalar Sarayından üzbəüz əsas yoldan 150-200 metr məsafədə 1000 kvadratlıq belə möhtəşəm bir ev tutub satacağım. Mən də gəldim çəkim sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Dostlar, kısa məlumat verəcəm. Çox vaxtınızı almayacağım. Ətraflı məlumat almaq istəsəz 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Qiymət barədə də xahiş edirəm. Ancaq əlaqə saxlayın və yaxud da şərh bölməsinə qiymət yazın. Mən mesajla qiyməti sizə göndərəcəm. Yolu qapıya kimi asfaltlı, su, qaz, işıq daimidir. Sənədləri qaydasındadır. Zaten belə bir bağda bunları deməyə ehtiyac yoxdur, amma yenə də vurğuladım. Yallah, indi isə başlayaq təqdimatımıza. Bağ evin giriş qapısıdır dostlar. Pultla darvaza, yanında əl qapısı, ağıllı bir evdir. Onu da nəzərinizə çatdırın. Girişdən möhtəşəmdir evin görünüşü. 26 sot tam-tamına torpaq sahəsidir. Girişdən sol tərəfdə 2 maşınlıq bağlı qarajı. Burada yaşıllıq zolağı dostlar. Maşallah olsun, həyət başdan ayağa dekorativ ağaclar. Çox illik dekorativ ağaclardır və meyvə ağacları da var gördüyünüz kimi. Bu bağda yoxdur. Bura axıran evidir. Buranı sizə təqdim etməyəcəm. Həyətə də ki, rahat bir 10-15 maşın yerləşə bilər. Girişdən fikir verirsiniz. Sağ, sol. Hamısı yaşıllıq zolağıdır. Hamısı da bahalı dekorativ ağacları. Yəni açığı bu evi tərifləməyə ehtiyac yoxdur. İnşallah özünüz gələndə şahid olarsınız. Şəxsi istifadəsi üçün inşa edib, sadəcə olaraq müəyyən səbəblərdən gedib gələ bilmədiyi üçün satmaq qərarına gəlib. Heç yaşayış olmayıb, yeni evdir. Burada belə bir söhbətgahı, sonra dostlar burada bağlı bir besetkası var. Böyük yayğış mətbəxi. Onun da adlı kombisi var. Nəzərinizə çatdırım. Əsas bunu vurğulayım. 20 metrin 8 metrə böyük bir daşıma hovuzu və qızdırılan hovuzun böyüklüyünü görürsünüz. Üzərində də şəlaləsi var. Evin yaxından görünüşünü təqdim edim sizə. Axırıncı mərtəbədən panoramanı mütləq izləyin. Həqiqətən də sağ, sol, dəniz çox möhtəşəm görsənir buradan. Deməli dostlar, bura manqalxanasıdır. Fikir verirsiniz manqalı. Burada təndiri, yəni hər şeydə yüksək səviyyədə. Bura böyük bir besetkası, besetkanın daxilində sanitar qovşağı, elektronika, kondisioner, televizor hamısı quraşdırılıb öz yerindədir. İndi isə qısa olaraq evin arxası ilə tanış olaq. Evin arxasında futbol meydançası var, generator var. Yəni işıq söndü. 3-5 saniyə ərzində generator işə düşür. Bura dəyərli izləyicilər, deməli stadionudur. Bura generatordur. Fikir verirsinizsə, qazanxana sistemi burada yığılıb, boiler falan da onu təqdim etməyəcəm sizə. Hamısı profesional şəkildə. Qısa olaraq gedən evlə də tanış olaq. Mən çalışıram qısa məlumat verim, amma maşallah olsun, həqiqətən də həyət də böyükdür, ev də böyükdür. Ona görə də heç cür qısa edə bilmirəm. Yəni bunları görürsünüz, mərmərdir hamısı. Böyük bir terası, qonaq otağından terasa çıxışı var dostlar. Mətbəxdən də bura terasa çıxışı var. Terasdan həyət belə görsənir. Terasdan həyətin görünüşü. Maşallah olsun. Söz tapa bilmirəm həqiqətən də. İndi isə qısa olaraq evlə tanış edeyim sizi dəyərli izləyicilər. Bura hol hissəsidir evin. Ümumi olaraq üstü poldur dəyərli izləyicilər. Hol 50 kvadratdır başda. Təsəvvür 1000 kvadrata yaxın yaşayış sahəsi var. Yəni holun da genişliyindən görsənir. Bura holun girişində sol tərəfdə belə bir qardırob yığılıb.
Yəni işıq sistemi falan bunları çəkim göstərim. Baxıb görəsiniz. Girişdən sol tərəfdə qonaq otağı yerləşir. Müəyyən əşyalar görürsünüz, hamısı yenidir. Bir də vurğuluram, heç yaşayış olmayıb. Böyük vitraj pəncərələrdir. Həyət açılır, hamısı da yəni Alman istehsalıdır. Bura qonaq otağı dostlar. Ola bilər ki, evin əlavə üstünlükləri mən sizə çatdır deyə bilmirəm. Bir də vurğuluram. Onu telefonda sizə deyəcəm. Girişdən sağ tərəfdə mətbəxdir. Mətbəxdən bir vurğuladım. Terasa çıxış var, çölə çıxış var. Mətbəx möbili yığılıb, elektronika qoyulub. Hamısı da ən yaxşısından. Hündür tavanlıdır, rənglərlə işlənib, evdə abo işlənməyib dostlar. Bura birinci mərtəbənin əsas hamam otağıdır. Bura birinci mərtəbədə birinci yataq otağıdır. Ümumi olaraq üstü poldur. Tam olaraq yer bahalı laminatdır. Birinci mərtəbə təbii ki dostlar. İndi isə ikinci mərtəbə ilə tanış olaq. Ha, bu yadımdan çıxmışdı. Buradan çölə, stadiona falan çıxış var. Üzr istəyirəm. Bura ikinci mərtəbənin holudur. Yenisilə burada da hol çox böyükdür dostlar. Və ikinci mərtəbənin buradan balkona çıxışı var. Otaqdan da var, holdan da var. İki otaqdan balkona çıxışı var. Çox vaxtınızı almayayım, onu təqdim etmirəm. İndi isə qısa olaraq ikinci mərtəbə ilə tanış olaq. Bura əsas hamam otağıdır dostlar. İkinci mərtəbədə birinci yataq otağıdır. Bu yataq otağının daxilində özünün hamam otağı var. Sanitar qovşaqla bir yerdə təbii ki. Daha bir yataq otağı. Bu yataq otağının daxilində böyük bir qarşı otağı var. Görürsünüz. Sonra dostlar əlavə böyük bir yataq otağı. Bu yataq otağının daxilində özünün hamam otağı var. O yataq otağına ayrılan hamam otağı. Sanitar qovşaqların bir yerdə. Sonra dostlar daha iki yataq otağı. Burada biri. Burada bir yataq otağı. Ve burada da böyük bir yataq otağı var. Yapırıqladım zaten. Yataq otaqların üstündən balkona çıxış var. Bir də holdan balkona çıxış var. İkinci mərtəbədə. İkinci mərtəbədə 5 yataq otağı, 3 hamam otağı mövcuddur. Yəni yataq otağının içində də qarşılıq otağı var. İndi isə 3-cü mərtəbə ilə tanış olaq. Burada 3-cü mərtəbənin belə bir balaca otağı. Buranı da sizə uyğun olaraq istifadə etmək olar. Və buradan birinci bağlı terasa çıxışdır dostlar. Tam olaraq cam balkondan yığılıb, fikir verirsiniz. Balaca bir mətbəx də yığılıb orada. Tam olaraq bu ərazilər cam balkondan bağlanıb. Və burada bu da açıq teras. Yəni bunlar cam balkondan tam açılıb böyük bir plaşatka da ola bilər. Zaten bura çox böyükdür, genişdir. Onlar cam balkonlar tam açılanda tam olaraq bir 400 kvadratlıq bir plaşatka yaranır. Bu həyətin görünüşü. Ən önəmlisi indi isə ora qalxırıq 4-cü mərtəbəyə. Oradan panorama çox möhtəşəmdir, həqiqətən. Bu ərazidə 4 fəsil yaşayanlar da var, bağ evi kimi istifadə edənlər də var. Yəni,
yaşayış üçün hər cür şərait var. Burada təxmini bir 100-150 kvadratlıq bir plaşatkada görürsünüz. Burada dostlar, Qoşaqala restoranı əsas yol 100 metr məsafədə, hətta dəniz görsənir tam olaraq. Bir daha həyəti təqdim edeyim sizə və bu da ətrafın görünüşü. Mərdəkan qalası görsənir, akademiya görsənir. Yəni bütün hər yan tam olaraq panoramadır. Deməli dostlar, Mərdəkanda 26 sot torpaq sahəsində 1000 kvadrat yaşayış sahəsi olan 7 otaqlı, hətta 8 otaqlı möhtəşəm bağ evi, villa satışa təqdim olunur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.